Bugünkü videomuz bizim bu düzəltdiyimiz tüfəngin üstünə binokl montaj eləmişik. Uşaqlar deyir ki, bu neçə metr məsafəni vurur, nə qədər gücü var. Bizim işimiz ondan ibarətdir ki, bunun məsafəsini ölçmək, yoxlamaq. Görək bizim bu tüfəngimiz neçə metr məsafəni vurur. Ona görə biz özümüzlə belə tulkalar yığdıq, gətirdik. Yoldan elə oradan buradan yığdıq. Bunları orada düzək. O daşın üstünə düzək və gələk buradan ateş açaq. İndi buradan oraya qədər də sayacağım neçə metrdir. Onları da qeyd edəcəyik hamısını. Yığdıq bura biz tulkaları zadıq. Sonra arızı saydım. Buradan maşının yanına qədər 50 addımdır. Yəni ayaqla 50 addım edir. Biz indi buradan bəlkidək bura öz kameramızı götürək oradan maşının yanından ataq. Görək necə dəqiq vurur bizim bu tüfəngimiz və nə göstərir. Dala dur Ömər. Dur dala. Buradan birinci atışımız eləyək, görək nə göstərir. Birinci atışımız soldakı butulka. Yaxşı, elə sən qoş. Yaxşıdır. Biz hardasa 45 metr məsafədən atırıq bu güllələri. Aha, birini vurdu. Kalk. Gıdı akşam. Ata gıdı. İkisini vurduk biz. 45 metr məsafədən. Bunun başı qalıb, elə bunu da kesiləyim bunun başına. İndi gedək 35 metr məsafədən vuraq. Qaç. Harmadı baxın. Bunda bu baş tərəfindən tuturam və bu tərəfə sinəmə dedirik, üzü bu tərəfə qundağa dedirik və bizim şeyimiz əsmir. Uzaq məsafədə sabit qalır.
Bunu da vurduq. Suyu da vurduq, su da deşildi. Hansısa biri su doldurmuşam, ağırdı su. Şeyi aşırtmadı. Nədə olmadı? Bunu aşırtmadı, ancaq böyründən deşdi. Hadi, buradan girib, buradan da çıxıb. Bu da arxa tərəfidir. Böyle basanda su sıxıranda görsənər. Hə, bu heç. Bunu qoyaq bir qırağa. O da elə deşilir. Bir də bu tulkaları da vurduq, qırdıq. Bu da bizim maşına qədər olan məsafəmiz. O da pəstdir, hə? O xət pisdir. Çoxlu göyərçinlər var burada. Başqa vaxt göyərçin tapmaq olmaz. Buralar doludur. Prosto sezon deyil, off sezon deyil. Ona görə bunları vurmaq olmaz. Olmaz. Bir dəqiqə bütün quşlar bala. Yazıq da. Hə, yazıqdır. Bir dəqiqə bütün quşlar bala üstündədir. Ona görə off sezonu qurtardığına görə bizim burada o eləməyimiz heç də düzgün deyil. Maması salata. İnşallah off sezon açılar. Bu tüfəngimizlə, gələrik. Ov deyərik. Onları da çəkib sizə göndərərik. Şey, qabaqda gör nə qədər göyərçin var. Orada qalır. Çoxlu göyərçinlər var. Şimdi çöldü sürüyorsun. Daha off sezonu qurtarır. May ayıdır. İndi inşallah yaxın zamanlarda balığa gedəcəyik, balıqları da çəkəcəyik, balıq ovunu da göstərəcəyik sizə. Bizə balıq sezonu başlayıb. Balığa getmək olar. Hələlik bu qədər. Bizim videomuz da bura qədər.